Salam qardaşlar. Axşamınız xeyir. Bizdə axşamdır, yəqin siz baxanda da axşam olur. Bugünkü podkastımızda biz belə deyək, Azərbaycanda oyun və məhəllə kulturasından və FPS oyunlardan bəhs eləyəcəyik. Ümid edirik ki, maraqlı bir söhbət olar. Ümumiyyətlə oyun oynamağı sevən biri olaraq bu həftə oynadığın oyunlardan nəyə misal çəkə bilərsən? Bu həftə əslində belə sevdiyim oyunlardan oynadığım əsas FC oynamışıq. Daha belə işdən çox da vaxt olmayıb oyuna. Prosta bizə Məmməd bəyin güclü qorxulu oyunlar olur ki, siz də izləyirsiniz həmin oyunlara verdiyimiz reaksiyaları. Daha çox oyunlarda oynamışıq. Bir də burger. Burger. O da o videoda kanalda olacaq. Burger bişirirdik. Burger çox maraqlı bir oyun idi. Mania oyunudur. Bəli. Dızmon alsa rəqib olur. Bəs siz müəllim, siz nə oynamısınız? Mən bu həftə oynadığım o qədər oyun oynamışam ki, yadımdan çıxıb. Elə qorxulu oyunlardan bir neçəsini oynadıq. O qədər qorxdum ki, adları yadımdan çıxıb. Həqiqət sözün əsl mənası. Mən də FC 26-nı misal göstərə bilərəm. Ümumiyyətlə oyun dedikdə müəyyən bir hisslər, duyğular da insanlarda canlanır. Yəni tək belə deyək, onlayn oyunlardan əlavə bizim hansı ki oynadığımız müəyyən FPS hekayəli oyunlar var ki, onlar bizi müəyyən dərəcədə necə deyirlər, müəyyən bir hissləri yaşamağa kömək edir. Bundan əlavə bu hissləri biz oyunlarda yaşadığımız vaxtlar ki var idi, hansı ki oyun oynayarkən bu hissləri yaşadığımız vaxtlar var idi. Biraz nostaljiyə getmək istəyirəm. Hansı ki məhəllə oyun mədəniyyəti, məsəl üçün internet klublar olurdu. Düz internet klublar daha yaxşı vəziyyətə gəlib indikindən. Amma o kult tipdə. Gedirdi məsəl üçün bir dənə uşaq olurdu ki, orada qalırdı, oynamırdı, onu çölə çıxardırdı. Dayı olurdu, qardaş. Biri olurdu, qoymurdu çölə. Daha doğrusu içəridə qalmağa çölə çıxardırdı və orada xərclədiyimiz 10 dəqiqəlik, 15 dəqiqəlik müddət həmişə necə deyirlər, daha belə əyləncəli və heç vaxt bitməsini istəmədiyim bir an kimi gəlirdi insana, amma müəyyən bir vaxtdan sonra hansı ki pul qutandan sonra durmalıdır. Bilirsən necədir məncə belə bir şey var da, aza olan meyl söhbəti var da. Məsələn az olanda bir şey daha maraqlı olur, daha şey olur. İndi uşaqlar necədir? Hələ heç o internet klub vaxtına çatmamış belə baxırsan ki, oturub yemək yeyir, o yemək stolunda oturub. Bunun özünün planşeti var. Bəli. Planşetə baxmamış yemək yemir. Başa düşdün? Və uşaq böyüdükcə onun kompüteri də olur. Düz indi bu bir tərəfdən yaxşı bir şey deyə bilmirəm. Əl çatan olmağı... çox əl çatandı deyə adiləşir bu şeylər. Bizə görə wow bir şeydir ki, getdim kompüterə, oynadım kompüterdə. Özdə o internet klub da demirdi, o kompüter deyirdi. Mobil oyunlardan ümumiyyətlə ən çox oynadığın, ən sevdiyin, məsəl üçün mobil oyunları belə şərh eləyə bilərəm ki, mən əvvəl uşaq vaxtıda mən 63 nolmalım var idi belə. PES. Ondan PES oynayırdım. PES 11, PES 12 ilə belə də. Və knopkaların rəngi getmişdi də, yəni o şey oynamaqdan, PES oynamaqdan. 4-6 zad əsas onların rəngi. Və o vaxtlar başqa oyunlar da var idi. Şey Assassin's Creed var idi telefonçuda. Prince of Persia'nın telefon versiyası var idi. Ondan sonra nə bilim bu Super Mario falan var idi. O tipli oyunlar var idi də. 2D ancaq eyni yolu gedirdin, tullanırdın, düşürdün falan. Ondan sonra hansı ki gəldi bu telefonlardan, smartfonlar. Yavaş-yavaş qrafiklər düzəldi. Mən düzü çox da telefonda oyun oynamağa şey eləmirəm. Mən PUBG deyilsə, telefonda belə wow oyundan vaxt keçirməmişəm əslində. Mən də demək olar ki, elə oynadığım oyunlar knopkalı telefonla, düyməli telefonla vaxtında olur. Amma bu smartfonlarda da adətən məsəl üçün bu futbol oyunları olsun, oynamışam, futbol falan oynamışam. Prosta yəni o hissi vermir də, o şeyi vermir. Çünki adi ekrandır. Ekranın yarısı elə knopka olur, baş düşdü. Bəli, razıyam. Onu sən gələ biraz oynayasan ki, onun yerini əzbərləyib sonra yoxa çıxardasan. Bir də müəyyən bir müddətlik məşhurlaşan oyunlar olurdu. Hansı ki, məsəl üçün Subway Surf oyunu var idi. Metroda qaçırsan, qəpikləri yığırsan. O məsəl üçün bir müddət o məşhurlaşdı. Sonra
dünyada məşhurlaşan oyunlardan misal çəkmək olar. Pokemon Go oyunu var idi. Cəmaət məhbə açırdı xəritəni. Yolda zətdə gedirdi, elə şeydi, Pokemonlar tapmağa çalışırdı. Hətta bir neçə ölkədə elə avtomobil qəzaları da baş vermiş. Hətta yıxılanlar da var idi. Körpüdən yıxılan, nə bilim, dağdan yıxılan. Sırf Pokemon tutmaqdan ötürü. Onu viral açıq ilə oynayırdılar yoxsa? Yox, bildiyin yəni elə telefonda oynayırdılar. Amma prosta maplə, hərdən maplə şey. Gör nə qədər girəsən ki, qabağı görmür ki, düşəsən dağdan. Elədir də, bəs biz əvvəl o şeylər yığdıq, bu Naruto'nun, Pokemon'ların kartlarını yığdıq. Bunlar da artıq bunlar da onun biraz belə deyək də virtual versiyası olduğuna görə insanlar artıq tamam fokuslanmışlar ona da. Yəni bir şey ki adam yəni ayağının altını görmür, gedir yıxılır. Yəni ümumiyyətlə mobil oyunlar ancaq belə müvəqqəti. Clash of Clans var idi misal üçün. Clash mən ətrafım demək olar ki, çox oynayırdım. Mən bir ara oynadım. Sonra bir sənədən sıxıldım. O gəlirsən məsəl üçün də sən divar yüksəldəsən. Günlərlə yığmısan, günlərlə bir dənə gəlir, biri girir, dağıdır, tökür yeri. Girib təkrarına baxırsan ki, sən hələ ucun belə görmədiyin şar balon var. Bunda neçənci səviyyədə bir dənə atır, yerinə yesin olur. Ola həvəsim öldü. Çünki qabağıma özümə aid adam çıxartdı. Ümumiyyətlə elədir. Clash of Clans artıq belə deyək də oradakı hansı yaşıl kütləsi var hə? Var, hələ də oynayanlar. O yaşıl kristal ki var idi, o müəyyən şeydən qazana bilirdin də. O artıq belə deyək də şaxtası çıxdı mədəni, sırf yaşıl kristal. Ondan sonra artıq başladı belə deyək müəyyən bir vaxtdan sonra çökməyə. Bir də şey var idi, menejer oyunu var idi, Top 11. Mən onu dəhşət oynayırdım. Top 11 mən bilsən nə vaxtdan oynamışam? Facebook vaxtından. Ha, Facebook. Mourinho-nun şəklində Top 11 var idi. İndi də deyəsən Mourinho-da. Birinci şəxs oyunlardan və yaxud da hekayə tabanlı oyunlardan. Hekayə tabanlı əsas Red Dead Redemption deyə bilərik də. Yəni Rockstarın artıq şeydir də. Rockstarın möhtəşəm layihələri. Mafia 2-də var. Prosta mən nəsə o oyuna çox isinməmişəm. Outlast oynamışdınız da, səhv eləmirəmsə. Şeydə səhifədə var Instagramda. Mən Outlastdan daha çox Resident Evil ləzzət eləyir. Çünki hekayəsi var. Outlastın elə də hekayəsi yoxdur. Sadəcə jump scare-də çoxu qorxusu elədir, amma Resident Evil-da hekayə var və ardıcıl oynayanda onları 1, 2, 3, 4 kimi düz qabaqdan dala gedir onda da. Çox hekayədə elətdə onsa birinci qabağını verir, sonra keçmişinə gedirsən hekayəni. RDR 2-də də elədi də. RDR 2, RDR 1-in əvvəli. Mən heç vaxt çatmır ümumiyyətlə, niyə ssenari ilə hazırlayırlar. Amma həqiqətən RDR 2-yi GTA-dan belə və müəyyən oyunlar qəbiləsi ki var, hansı ki həmin oyunları çox arxada qoydu. Hansı ki biz Far Cry misal çəkmək olar ki, müəyyən Far Cry 1, 2, 3, 4 tamam bir yerdən sonra Far Cry müəyyən bir dəyişiklik elədi. Far Cry Primal-a keçdi, 1 milyon il əvvələ qayıdırsan, mamutları zadı yetişir, 3 dənə qəbilə olur. Udamlar, izilalar və sizin qəbiləviz və mübarizə aparırsan da, amma sonradan artıq Far Cry getdikcə eyniləşdi. Ancaq silah craftlayırsan, gedirsən bir müəyyən məntəqələrdə adamları öldürüb həmin ərazini təmizləyirsən. Amma RDR 2-də GTA 5-də olan müəyyən miflər ki var, məsəl üçün filan xəritədə filan dağa gedirsənsə, oradan ruh çıxır və yaxud da filan yerdə gedirsənsə bir şey qazana bilirsən. RDR 2-də GTA 5-də bunlar bitib, amma RDR 2-də hələ də davam edir. İnsanlar indisində də GTA-da da bitməyib deyəsən. Yox, keçən dəfə gördüm nəsə ki, təzə yenə nəsə tapıblar. Ola bilər bəlkə o GTA müəyyən modlarla, güncəlləmələrlə sonra. Və də GTA modda çox amma RDR-də bilsən o qədər detallıdır ki oyun. Bir şey ki, soyuqda heyvan balacalaşır, böyüyür da. Yol düzəldir, mismarı vurur, mismar batır. İnsanlar orada istirahət edir. Axşam oldu misal üçün gedir evinə, dincəlir. İş görəndə belə dincəlir. Yəni həqiqətən möhtəşəm iş görüblər. Yəni GTA 6-da düzdür gözləyirik. Deyilənə görə GTA 6 tam fərqli bir şey olacaq. Deyilənə nə bilim bu şeylərə çıxan videolarla. Bir zəhmət olsun da. Oha da. 13 ildir artıq ya. GTA 5 2013-də çıxdı. Yəni təsəvvür edirsən. Ərəblər o şeyi nədir onun adı? Burj Xəlifə. Bundan test işləyirlər. Bunlar bilmirlər. Bu FIFA məsələsində yəqin eşitdində xəbərin oldu.
yeni güncəlləmə ilə Yo, FIFA FC ümumiyyətlə FC 26-da xə. Aha. FIFA adın artıq istifadə edə bilmirlər. Bəli. Çünki FIFA artıq öz adını vermirlər, satmır. Bəli. Nə edir? Deməli və şeyin dünya çempionatı 2026 FIFA dünya çempionatının şeyin nə deyirlər ona? Müəllif hüquqlarını. Hə, müəllif hüquqlarını heç bir oyuna verməyib, satmayıb. Ha, bu il. Çünki öz oyununu çıxardır. Bəli. Mən sənə bir dənə siyah hazırlamışam. O mu bu mu? O mu bu mu? Bəli. İndi seçim və elə linçdən. Əla, gedək. Deməli, Tarkov mu, PUBG mi? Tarkov mu, PUBG mi? Həm belə deyək, müəyyən bir səviyyələrə çatmasına görə, daha çox kütləyə çatmağına görə, həm də mənim özüm də daha çox oynamışam deyə PUBG. The Finals mı, Apex mi? Finals oynamamışam, yalan deyirəm, amma Apex-in üstün tərəfləri, mənə görə üstün tərəfləri nə idi? Apex-də bir komandada bir neçə dənə sən karakter ola bilirdən, necə izah edeyim? Məsəl üçün biri əgər divarın o biri tərəfini görə bilirdisə, biri misal üçün medkitdə, yəni səni sağalda bilirdi və s. Ona görə Apex deyəcəm. Call of Duty yoxsa Battlefield? Oo. Amma mən sənə xüsusi olaraq demək istəyirəm Battlefield 2. Bu da düz Call of Duty nədir? Bəs Call of Duty nə? Warzone. Warzone. Battlefield 2 olsun. Okay. CS:GO mu, Valorant mı? CS:GO. Əlbəttə ki, CS:GO. Yəni Valorant 2013-lərdən bu yana oynayırlar yəqin ki Valorant. 2013 təvəllüddən bu yana yəqin ki oynayır Valorant. Yəni. Mən ümumiyyətlə heç vaxt oynamamışam. Mən də oynamamışam. Və oynamaq da istəmirəm. Yəni Valorant-la Roblox oynayanların yaş həddi eynidir. Necə? Mən daha Roblox oynamışam, nəinki Valorant. Hər oyunda var da, yəni bu oynayanda bilirik ki, bu oyundur. Yəni bu içində bu fantazi olmalıdır. Amma da EBS-i də, yəni götürür oradan nəsə atır, buradan keçir, oradan çıxır. Barbie Simsin, nə bilim, belə qəribə də, qardaş, CS:GO-da bilirsən ki, çıxdın, vurdun, öldün. Okay, bug olur arada, vurursan öldün. Biri var oyun, biri var oyuncaq. Nədən oyuncaq? Həqiqətən oyuncaq. Okay, indi keçək ikinci tura. PUBG yoxsa Apex? PUBG yoxsa Apex? Burada mən Apex-ə daha üstün tuturam. Nəyə görə? Çünki Apex-də müxtəlifliklər var da, bayaq dediyim kimi. Yəni müxtəlif karakterlər seçə bilirsən və hər karakterin də özünün özəlliyi olur. Yəni ona görə Apex deyəcəm. CS:GO yoxsa Battlefield 2? Biz mention-a heç vaxt xəyanət eləmərik. Yəni öz evimdən yaxşı tanıdım. Counter-Strike 1.6 Chrome-dakı mention-da evi. Yəni ona görə Counter-Strike 360 yazıb yuxarı çıxır. Bəli. Gravitasiya. Counter-Strike mı, Apex mi? Final sual. Counter-Strike. Yəni Counter-Strike, bəli. Mənə görə mən universitet vaxtımda da biz dərsdən çıxıb gedirdik. Counter-Strike oynayırdıq mənim qrup yoldaşlarımla bir yerdə. Mən məktəb vaxtımda da, indisində də sizlə başqa Counter-Strike oynayırıq. Half-Life oynamışsan? Half-Life, Half-Life oynamışam. Half-Life CS:GO-nun eyni şeylərlər də belə deyək, yaradanlar. Amma biraz daha belə oyuncağımsı idi. Çünki yəni dövrü üçün şeydir də, yəni məncə daha yaxşı, yenilikçi bir şeydir. Call of Duty-nin Modern Warfare-ında demək olar. Bəli. O da qəşəngdir. Məktəbi iş. Və nə idi o? Kapitan Price. Bir də bu mən qabağıma Rainbow Six Siege çıxardır. Mən onu heç sevmirəm. Mən onu düzdür, heç vaxt oynamamışam. Amma yəni daima YouTube-da izləmişəm və çox az oynamışam və oynamaq istəyirəm, maraqlıdır. Nə bilim, yəni divar zad qurursan, şeysən. Orada da bax, məsəl üçün Apex-dəki kimi hər oyunçunun bir şeyi var, özəlliyi var. Hər oyunçu bir dənə bir şeyə məxsusdur. Məsəl üçün biri sıhhi yedir, yəni gəlir, sağaldır. Sənin səsin bura düşsə sən var. Əsli də ala da. Sənə görə ən travmatik oyun hansıdır? Ən travmatik ən belə nifrət elədiyin, sevmədiyin. Sevmədiyin. Bu oyun niyə var? Hətta bu nəyə lazım? Məsəl üçün bizim kanalda görə bilərsiniz belə kokonat olma oyunu. Yəni də biz niyə ona adamlar pul qazanır? Biz niyə ona pul verdik? Yəni bildiyin özümüzü loxlanmış kimi istəyirəm. Həqiqətən yəni dəxlisiz bir şeydir. Alanda baxmaq lazımdır. Ona görə araşdırmaq lazımdır. Bəli, hər oyunu araşdırmaq lazımdır həqiqətən. Yəni o oyun mənə çatmır. Amma belə ümumi nifrət yox da, yəni sevmədiyim oyunlar,
Valorant falan, düzdür, mən öz fikrimdir, yəni bu mənim subyektiv fikrimdir, qəti obyektiv şey eləməyin. Dota ilə LoL mənə çatmır. Yəni tamam, onun dəhşət həvəskarları var və onların fikirlərinə də hörmət edirəm, onlara da hörmət edirəm həqiqətən. Amma yəni şəxsən mənə Minecraft yəni həqiqətən mənə çatmır Minecraft. Mən ümumiyyətlə oynamamışam deyə oyunlar haqqında. Mən biraz oynamışam. Amma yəni həqiqətən LoL düz deyirsən. Mən League of Legends okey, çoxdur həvəskarı falan, amma mən o nə deyirlər oyunlara yuxarıdan çəkilişdir. Bir qəribə onların da bir adı var. Yəni nəsə də bu LoL tərzi oyunlar ümumiyyətlə o yuxarıdan çəkilişdir belə. Və o da çox oyuncağı. Bir də görsən məsələn bu boyda biri ilə bu boyda biri döyüşür. Və bu bunu öldürür, qıçın kəsə-kəsə. Bu da ancaq belə havaya nəsə vurur. O oyunda tutarsızlıq var. Necə gəlir? Necə ki o film sevənlər var, bir də anime sevənlər var. Yəni mənə görə LoL, Dota onun da öz şeyi var. Fanlar kimi. Məsələn mən sabahdan axşama kimi oturaram FC oynayaram, sıxılmaram da. Amma bəzi adamlara görə futbol çox sıxıcı bir şeydir. Bəli. Həqiqətən ümumiyyətlə oyun oynamaq çox şey öyrədir. Adicə primitiv bir şeydir. Futbolda FM oynayan, futbol meneceri oynayıb, məsəl üçün oyunçu tapıb transfer edən skautlar var. Həqiqətən belədir ya, yəni. Ona görə yəni məncə oyunlara mən bilsən də şey oynayanda telefonda, Dream League oynayanda mənim komandama həmişə Yuri Tilemansı verir. Və mən şeydə gördüm ki, Aston Villa Yuri Tilemansı transfer edib. Və onun Belçika hansısa dünya çempionatı idi, 2018 idi deyəsən. Millisində Yuri Tilemans oynamışdı Wunderkind kimi. Mən konkret Tilemansı oyundan tanımışam, sonra real həyatda görmüşəm ki, bu həqiqətən Wunderkind imiş. Oyundan tanımışlığım var yəni. Heç nə dostlar, izlədiyiniz üçün bugünlük bu qədər. Təşəkkür edirik. İzlədiyiniz üçün, izlədinizsə bura qədər. Sağ olun qədişlər, oyundan qalın. Oyuna gedək.